Hal-hazırda qəhrəman şəhidimiz Yusifimizin bugün ad günüdür, mövlud günüdür. Gördüyünüz bura qəhrəman şəhidimizin, qardaşımızın en muzeyidir. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Şəxsi əşyaları, medalları. Allah səbrinizi versin Sevinc ana, Yaşar ata. Həqiqətən çətindir. Onu siz bilərsiniz o yanğıyı, amma biz də hər zaman yanınızdayıq. O ağrını, o acını duyuruq, bilirik. Sizlərdən bilirik. Allah səbrinizi versin. Allah sizə uzun ömür, can sağlığı versin. Möhkəm dayanasınız. Bugün Yusuf balamızın mevludda olan ad günüdür. Təbrik edirəm. Ruh həmişə bizim yanımızda, cismən olmasa da. Biz şəhid ataları, şəhid analarını ağır olsa da biz qürurluyuq ona görə ki Yusuf balamız vətən uğrunda canını fəda elədi. O geriyə baxmadan qanı ilə, canı ilə tarix yazdı. Anamızın istək arzuları çox idi. Ancaq o istək arzuları ona qisməti olmadı. Tarih elə gətirdi ki, bizim balalarımızın köksündə qaldı istədiyi arzular. Mən Allah Teala'dan Yaşara, Sevinç qızımı sağlam ruh, sağlam can arzulayıram ki, gələcək balaca körpəmiz Nəsibin toyu qisməti olsun. Ağırlı, acılı da olsa, o ağrı, acını Nəsib unutturdu qismən, az da olsa. Mən deyə bilərəm ki, onun babası, nənəsi də çox sevindi bu günə. Yusif elə bir oğluydu ki, onun həmişə həm məktəbdə, həm hərbidə çox sevimli bir oğluydu. Vətən sevən bir oğluydu. Ona görə də yenə səbir diləyirəm. Bizim üçün çox ağır olsa da ad günü mübarək olsun Yusif. 29 yaşı tamam olur bugün Yusifimizin. 5 il öncə şəhadət alıb 24 yaşında. Yəni qeyd edeyim bilməyənlər üçün ki, 44 günlük vətən müharibəsinin qəhrəman igidlərindəndir. Öz yoldaşları ilə birlikdə, komandiri ilə birlikdə şəhadət alıblar. Yusifin timsalında cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun. Allah bütün şəhid valideynlərinə uzun ömür, can sağlığı versin. Haqqınız ödənməz. Allah bütün şəhidlərimizin mekanını cənnət eləsin, ruhları şad olsun. Onu da qeyd edeyim ki, Yaşar ata da özü Qarabağ döyüşçüsü olub, özü veteran olub. Allah uzun ömür, can sağlığı versin Yaşar ata sizə. Sizin elə öncə də əziyyətiniz çox olub, indi də yəni bala vermək asan iş deyil. Eləcə də Seyid ata sizə Allah səbrinizi versin. Hər biriniz bizim üçün dəyərlisiniz. Nəinki biz, bütün Azərbaycan xalqı qiymət verməlidir. Belə onların qədrini bilməlidir ki, bu onların sayəsində biz azad yaşayırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda bunlar canlarından, qanlarından keçdilər ki, biz Azərbaycan xalqı azad nəfəs alsın, rahat yaşasın. Mən bir dənə xalqımdan onu istəyirəm ki, bizi də bu xalqa, bu igidlərimiz əmanət edib gedib, biz valideynlərə də az da olsa qiymət versinlər. Mən bir dənə bunu istəyirəm. Damarında, qanında vətən eşqi, vətən sevgisi olan heç bir kəs unutmayacaq inşallah. Allah sizlərə ömür versin.